mənə canlıda yazışırdı yuxarıda, mən canlıda olanda. Bağladım, getdim. Bilib bilmədən niyə danışırsan? Niyə danışırsan bilib bilmədən? Pek atmaq açmamışam. Mən bugün canlı, mən birinci günlər canlı açmıram. Çünki birinci günlər mən düşmür mənə. Ona görə canlılardan uzaq dururam. Az elə belə baxıram bunun canlısına girib. Görürəm ki, orada məndən danışır. Mənlə niyə danışırsan? Kiş xəstə. Yaxşı eləyir. Danışsın, olan şey danışsın, olmayan şey danışmasın. Zarafata salıb insan hər sözü desin, problem deyil, qırraşsın. Amma olmayan şey danışmasın da. Yanıram axı. Yanıram. Mənim xəssiyyətim belədir. Kimsə olmayan şey deyəndə cırılıram, bacı. Özümdən çıxıram. Neyse rədd olsun, neyse alıbdan səbləşdim təmiz. Mən o yandırmır. Bəzi dırnaq arası qaşqaldaqlar. Görürəm ki, yorumların altına yazılır. Bu necə 200'lüdür, bu necə yalancıdır. Bilib bilmədən danışırlar. Allah haqqı söhbət elə olmayıb. Heç kimin, mənim balamın canı heç kəsin canından artıq deyil ki, mən burada uşağımın canından da içirəm. Balamı torpağa tapşırım əgər birinci mən yığmışamsa. Da bu qədədə yox. İndi yığmağımın da səbəbi onlara deməyim idi ki, mənim haqqımda verirlər, gic-gic danışmasın. Kim indi ona inanır özü bilər, geçsin inansın. Məni buna vadar eləməyin. Çünki inanmırsınız, ağzınıza gələn yazırsınız, dininizi, imanınızı itirmişsiniz bəziləriniz. Haqqıma girirsiniz, ağzınıza gələn danışırsınız mənim haqqımda. 200'lüsən, nəsən? 200'də olub neynəmişəm? Velizara yalvarmışam, yaxarmışam, məndən barış, məndən danış. Başqa mövzu haqqında danışırdım mən Nikoyla. Orada heç Velizarın adı belə çəkilmədi. O gəldi çömçə kimi de ki, kimdi sənə yığan, o da dedi Lamandı. O da niyə dedi bilmirəm. Kütlənin içində insanları pis göstərməyə çalışır. Güya bu özü düzdür, cəmaat hamısı cındırdı. Bir dənə yaxşı budur, yayıncılar cındırdı, bir dənə zor budur. Az nə kofta salmışsan, deyirəm canlı atmayacaqdım. Əsəbimdən açdım ki, deyim məndən danışma. Necə balasın canlanın içində yalandan. Ay bacı, orada məzələnir deyirsən. İnsanları görsən gəlib mən ağzına gələni yazır. Kütləni mənə təhqir elətdirir o adam. Görmürsən? Elə göstərir ki, mən yanıram, əsəbləşirəm. Psixoloji təsir edir mənə elə şeylər. Yığırsan da atmır. Niyə atmır? Düz atsın da telefonu. Açardı, koyardı mikrofona, deyərdim sözümü. Mən görmürdüm o canlı dolu ola mən yığıram. Özüm yığırdım canlı dolu ola ki, atsın sözümü deyim. Məni bilən bilir ki, mən deçidən qaçan qız deyiləm ha. Elədiyim şey deyirəm, eləmişəm, eləmədiyim şey deyirəm, eləməmişəm. Heç kəs mənim boynuma yalanla şarata bilməz. Çırıb ağızlarım qoyaram ora. O bu deyiləm mən. Prim kasan olsaydım dünən açıb onun haqqında heç danışmadım. Özüm üçün canlıma apardım. Söhbətimi elədim, belə elədim. Oldu keçdi, söhbət bağlandı. 25 min nəfərin içində mən şər atır ki, 200'lüdür. Mən 200 deyəm, yaxşı. Sən görərsən. Sən görərsən. Sən insanları
mənim üstümə göndərirsən ki, girib mənə ağızlarına gələni yazsınlar. Sən sabahdan görəcəksən. Sən darıxma. Özü hamının haqqında danışır bacı. Sonra da oturup belirli məndən film kaşırlar. Mənim canlılarımda məndən danışırlar. Ağzımı açtırır Seda Sayan sifət. Sən mənlə niyə danışırsan bəs? Burada sus yazanlar var ha. Yəqin sizin qürurunuz, mənliğiniz, şəxsiyyətiniz yoxdur. Sizə onun dedikləri zarafat gəlir. Amma o sətr altı 25 min nəfərin içində məni yalancı çıxardır. Və mənə şər atır. Başa düşdünüz? O heç bilmir mən Niko ilə nəydən danışdım. Niko mənə yığdı, yoxsa mən Nikoya yığdım. Mövzusu nə idi? O orada insanları mənim üzərimə ağızlarına gələni gəlib mənə yorumlarda təhqir edirlər. Cındır yazırlar, küzdü yazırlar. Onlara vadar odur. O eləyir. O eləyir. Başa düşdünüz? Niyə ağlayıram? O kimdir ki mən ona görə ağlayayım? O eləyir. Düz eləmir axı. İndi başa düşürəm, sevə bilərsiniz, onu 25 min izləyir, yaltaqlanıb sabunsuz girirsiniz bəziləriniz. Amma düzün danışmaq lazımdır da. 25 min nəfərin içində o çəkdi. O məni saymasaydı mənim adımı çəkməzdi. O poxu atır ortalığa. Ağzına gələn cəmaatın haqqında danışır, sonra göy heç kəsi saymır. Saymayan adam heç ümumiyyətlə mənim adımı çəkməz canlısında. Başa düşdünüz? Təbii ki saymaz. O buradakı yayıncıları maralini sındırır, sonra oturur orada, mən heç kəsi saymıram. Qudurmaq lazım deyil ha. Həmişə 30k sənə baxmayacaq. Özünə hörmət qazan. Oturur canlısında deyir ki bu adam 200'lüdür. Bax söhbət yaddan çıxmışdı, düzdür? Yaddan çıxmışdı da söhbət. Dünən də bir kəlmə mənə dedilər. Dedim ki mən zəng eləməmişəm. Söhbəti uzatmadım. Balamın canı uzatmadım. Bugün 25 min nəfərin içində deyir ki Aylama sən nə 200'lü qızsan. Özün zəng eləməmsən bizə. Yalan danışır axı. Əlimi Qurana da basaram yalan danışır. İnsanlar da gəlir, mənim canımda mənə 200 yazır, yalancı yazır, gedib yığmısan. Ona zarafat gəlir. Amma o psixoloji insana təsir edir. Gəlib burada bilib bilmədən adama ağzına gələni yazıb, adama sinirinə toxunurlar. Danışmasın da məndən danışmasın. Səsim gələ bilər, mən demirəm ki, mən Niko ilə danışmamışam. Siz nə bilirsiniz Niko mənə yığıb, yoxsa mən Nikoya yığmışam? Niko ilə mən nə barədə danışmışam, nə haqda danışmışam? Heç orada Velizarın söhbəti belə getməyib. Amma o yanlış qələmə verir ekranda. Deyir, o dünənlərimdə yalandan deyir, zəng elib 30 dəfə mənə açmamışam. Yalan deyir, Allah and olsun. Qızıllı Quran haqqı yalan deyir. Atamın qəbrinin and olsun, yalan deyir. İndi siz onu çox istəyirsiniz deyə onu hər dediyin zarafat qəbul edirsiniz, amma elə deyil axı. 5'i zarafat başa düşür, 5'i ciddi başa düşür. Bu kütlənin yarısını bilmirsiniz. Bildiyi də söhbəti deyil də danışmasın məndən. Demirlə məndən danışıb canlısına adam yığır. Ay qardaş, sən də məndən danışma, adımı çəkmə. Gör mən itin qızı sənin adımı çəkəcəm. Çəkmirəm də, çəkməsən də. Yalan danışma mənim haqqımda. Üzləşək deyir. Gəlsin üzləşək. Gəlmir axı, yığıram açmır. Nikoya yığıram ki, aç. Mən sözümü deyim, yığıram açmır. Burada belə davalıq bir şey yoxdur. Prosta o böyüdü buzadır. Böyüdü buzadır. Görür ki yorumlarda məni söyürlər. 200'lü yığdı. Bulaq da düşür üstünə. Az bildiyi də söhbəti deyil. Bildiyi də. Danışmasın mənim haqqımda. Mən o bu yayıncı deyiləm ha. Çılaram bildiniz. Mənim haqqımda kimsə yalan danışa bilməz. Üzərəm. Bir kəlmə. Sok iç. Uzadan odur. Canlıda neçə gündür mənim haqqımda danışan odur. Mən uzatsaydım dünən onun haqqında danışardım. Şərəfsiz vicdanımız olsun. Denən ki dünən Belizar haqqında danışmışsan. Danışmışam.
Söhbəti bağladım, söhbət vızqırtdı. İnsanları mənim üzərimə işləmə. Artist Nərəvin xalası qızıdır. Artist sizsiz, mən yox. O artist yazanlar. Kör olub gözləri. Niyə ona 30K baxır, 25K baxır deyə bu bəzi insanlara səslənirəm. O hansısa yayıncının haqqında yazanda sırtıq kimi, matişkə kimi yaltaqlanırsınız. Elə bəzi izləyicilərə aiddir. Sizdən qorxan sizin kimi olsun. Məndən zəhləviz gedir, belə cəhənnəmə getsin. Az. Yaltaqlar. Ama canlısında 2K, 3K olan yayıncı ondan danışan kim ondan prim kasır. Onda yanaram da. Senin hakkında yalan danışsanlar yanmarsa, kaneşine yanaram. İnsanlara məni səhv şey edir. Görmürsən yalandan diriləman 72'dir. Mənə zəng elədi, mənə nə bilim neynədi. Uzadır, uzatma, yum ağzını. Bilib bilmədən danışma, yum ağzını. Seda Sayan, ağzını yum. Səndən işin məhkəmədə qutarmasın mənim. Yum ağzını. Yum. O bu deyiləm sənə. Ağzını yum. Yoxsa yumduraram sənin ağzını. Bir kəlmə ağzını yum. Ləman adı bundan sonra sənin canlında çəkilsə, səndən başqa cür danışacağım. Bir dənə andır cüzü zəng böyüdü nələrə qadir oldu. Bir dənə adi cüzü zəng böyüdü nələrə qadir oldu. Bu zəngin içinə